Azal təyyarəsi Grozny üzərində vurulub. Beynəlxalq yekun rəy digər ehtimalları istisna edir. Yəni Ramzan Kadyrovun rəhbərliyində olan Rusiyanın Çeçenistan muxtariyyəti günahkardır. Kremlin rəhbəri Vladimir Putin PUA-lara qarşı xalça rejimi və başqa bəhanələr gətirsə də Rusiya beynəlxalq cinayət törədib. Xatırladaq ki, təyyarədə ümumilikdə 67 nəfər, 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 42 nəfəri Azərbaycan vətəndaşıdır, 37 sərnişin, 5 ekipaj üzvü, 16 nəfəri Rusiya, 6 nəfəri Qazaxıstan, 3 nəfəri isə Qırğızstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Aviaqəza zamanı hava gəmisinin komandiri Igor Kışnyakin, ikinci pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva həyatını itirib. Allah rəhmət eləsin. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 9-da düşənbədə prezident İlham Əliyevlə görüşündə təyyarənin vurulduğunu etiraf edib. Vladimir Putin Rusiya tərəfinin bütün müvafiq kompensasiyaları ödəyəcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcəyini vəd edib. Bu da son.